Gəlmişdim Masalda xəstəxanaya, qan verməyə gəlmişdim. Qırağa çəkilib orada növbəmi gözləyirdim. Xəstəxananın bir küncündə qalmışam. Digər tərəfə baxdım, gördüm ki, hər kəs öz işindədir. Amma digər tərəfdə dərin bir sakitlik var. Və bir otağı var. Otağın qarşısında heç kəs yoxdur və heç kəs həmin tərəfə yaxınlaşmır. Marağımı cəlb etdi ki, görəsən otağa niyə heç kəs yaxınlaşmır? Bir tərəfdə həyat davam edir, amma digər tərəf sakitlik var. Gördüm ki, bir 20 nəfər olar, aparatlara bağlanırlar. Onların həyatı həmin o aparatlardan asılıdır. Biri baxışıyla mənə tərəf baxdı və sadəcə onun gülümsəməyini gördüm. Mən orada həyatın ən böyük silahının nə olduğunu başa düşdüm. Həyatın ən böyük silahının təbəssüm olduğunu, bütün problemlərə qarşı sadəcə gülməyi öyrətdi. Onun gözündəki kəşkilər, mənim gözümdəki narahatlıq, mən o yaşa çatdıqda kəşkilər olacaqmı? Ondan sonra bütün problemlərə qarşı sadəcə gülürəm. Çünki bilirəm ki, indiki problemlər 2 ildən sonra çox da önəmli olmayacaq. 5 dəqiqə ki var, mənə həyatın ən böyük dərsini verdi. Yəni o baxışlar mənim gözümdə olmayacaq deyə özünə söz verdi. Ona görə həyatınızda nə qədər böyük problemlər olursa olsun, həyatınız nə qədər çətinliklə keçirsə keçsin. Siz bir anlıq düşünün ki, həmin xəstəxana otağında sizsiz, daim gülümsəyin.